Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda milli şirniyyatlarımızdan olan şəkərburanın hazırlanmasını sizinlə bölüşürəm. Kənarları açılmayan, naxışı itməyən, çox dadlı şəkərbura alınır. İndi keçək şəkərburanın hazırlanmasına. Ərzaq qabında 600 qram ələnmiş un götürmüşəm. Üzərinə 1 paket 5 qram şəkərli vanil əlavə eləyirəm. 250 qram da otaq temperaturunda yumuşalmış kərə yağını əlavə eləyib, əlimlə ovuşdurub umac halına gətirirəm. Öz büdcənizə görə şəkərburanı istənilən yağla pişirə bilərsiniz. Umacı hazır eləyəndən sonra əlimlə ortasında oyu qaçıb qoyuram bir kənara. Başqa bir qabda 150 qram xama götürmüşəm. Üzərinə bir bütöv yumurta, bir yumurtanın da sarısını əlavə eləyirəm. Bunları çəngəllə yaxşı qarışdırandan sonra umacın üstünə tökürəm. Çay qaşığının ucunda az duz, yarım çay qaşığı da şəkər tozu əlavə eləyirəm. Şəkərburanın xəmiri üçün mayanı az vurmaq lazımdır. Belə gördüyünüz kimi çay qaşığının ucunda az maya götürmüşəm, onu qaba tökürəm. Üzərinə bir xörək qaşığı ilıq su qarışdırıram. Mayanı süddə həll eləyəndən sonra onu da ərzaqların üstünə əlavə eləyirəm. Əlimlə qarışdırıb xəmir yoğururam. Şəkərburanın xəmiri bərk olmalıdır. Ona görə arada lazım olsa 1-2 xörək qaşığı süd əlavə eləmək olar. Amma mən bu ölçü ilə süd də əlavə eləmədim, elə bu ölçü ilə xəmiri yoğurdum. Belə gördüyünüz kimi bərk bir xəmir alındı. Xəmirin üstünü örtürəm, bir yarım saat gözlədirəm. Bu arada 350 qram təmiz, biraz qovrulmuş fındıq götürmüşəm. Fındığı qoş çəkən maşınla çəkirəm. Belə gördüyünüz kimi fındığı artıq maşından keçirtmişəm, hazırdır. Üzərinə 250 qram şəkər tozu əlavə eləyirəm. 1 çay qaşığı da hil. Qarışdırıram, qoyuram bir kənara. İçliyim artıq hazırdır. Şəkərburanı hazırlayanda xəmiri tərəzidə çəkirəm. 40 qramlıq xırdav hissələrə ayırıram. Kəsəndən sonra əlimlə yuvarlayıb yumru şəkil verirəm. Hamısını 40 qramdan kəsib əlimlə yuvarlayıram. Yoğurduğum xəmirdən 25 ədəd 40 qramlıq xəmir alındı. Üstünü örtüb 1-10 dəqiqə gözlədirəm. Hazır xəmirlərdən götürürəm. Biraz yayıb böyüdürəm. Böyütdükcə üst-üstə yığıram. 5-5 yayıb üst-üstə yığıram. Xəmirlər qurumasın deyə üstünü örtürəm. İlk açdığım xəmirdən götürüb şəkərburanı hazırlayıram. Xəmirin yaxşı yapışması üçün kənar hissələrini su ilə nəmləndirirəm. Hazırladığım içlikdən xəmiri ortasına qoyuram. 2 çay qaşığı, bir də yarım çay qaşığı üstündən sıxaraq doldururam. Kənar hissələrini əlimlə sıxıb bərkidirəm. Bərkidəndən sonra masanın üstünə çırpıram biraz. Düzəldirəm. İynə ilə yan tərəflərdən iynə ilə deşərək havasını biraz çıxardıram. Kənarlarını bükürəm. İstəyə görə kənar hissələri də biraz nəmləndirmək olar. Bir tərəfdən başlayaraq sonacan əlimlə burub şəkərburaları hazırlayıb əlimlə düzəliş verirəm. Belə hazırladıkca üstün örtürəm ki, xəmirlər qurumasın. Hamısına içlik yığıb kənarlarını burub bərkidəndən sonra keçirəm naxışlamağa. Şəkərburanın naxışını vurmaqda usta olmasam da, amma çalışıram ki, gözəl alınsın. İstifadə elədiyim maqqacın, belə iri maqqacla maqqaclayıb naxış vururam. Onu da qeyd edeyim ki, maqqac 10 dişlidir. Şəkərbura üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Ərzaqların ölçülərini artıraraq daha çox hazırlamaq olar. Şəkərburaları naxışlayandan sonra bişirəcəyim formaya düzürəm.
Bir formalıq artıq hazır olanda bir 15 dəqiqə gözlədirəm. Üstünün naxışları qurumalıdır. Belə olduqda bişəndən sonra şəkər buraların naxışı açılmır, elə olduğu kimi də qalır. Sonda üstündən yenə iynə ilə biraz deşikləyirəm, havası çıxsın. 170 dərəcəlik sobada altı biraz qızarana qədər pişirirəm. Şəkər buralar artıq pişib hazırdır. Altı biraz qızarıb, üstü qızarmır. Gördüyünüz kimi naxışları itməyib, çox gözəl şəkər bura alınıb. Bu ölçü ilə tam 25 ədəd şəkər bura alındı. Kəsək görək necə alınıb. İçi dolu, çox gözəl şəkər buralar alınıb. Siz də hazırlayın bu bayram günlərində. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu bura qədər izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.